Hamı salam əziz dostlar. Keçən dərsdə demək biz məntiq elmində deduksiya, induksiya və analogiya haqqında, bu əqli nəticələr haqqında danışdıq. Yeni dərsi keçməmişdən əvvəl bir neçə iradlar var. O iradları deyib cavab verək və ondan sonra yeni dərsə keçid edəcəyik. Biz keçən dərsdə dedik ki, Muhammed Baqir Sədr və Aristotelin bəzi münaqişələri, onların arasında bəzi münaqişələri olub ki, Muhammed Baqir Sədr Aristotelin dediklərini qəbul etməyib. O da bu idi ki, dedik ki, Aristotel daha çox deduksiya olan əqli nəticəyə söykənirdi və bəzi şeylərin isbat olunması üçün, insanın yəqinə çatdırması üçün qeyd edir ki, bu deduktiv əqli nəticə ilə insanı yəqinə çatdırır. Amma təbii ki, Muhammed Baqir Sədr isə əksinə olaraq qeyd edir ki, xeyr, induksiya əqli nəticə ilə gəlib buna çata bilirik ki, əsasən bu gələcək dərsdə keçəcək bunu, o mütəvatir haqqındadır ki, məsələn, orada Aristotel deyir, xeyr, mütəvatir insanı yəqinə çatdırır, amma bu yəqin deduktiv əqli nəticə iləndir. Amma Muhammed Baqir Sədr isə qeyd edir ki, xeyr, Aristotelə əks olaraq qeyd edir ki, xeyr, bu induktiv əqli nəticə ilə insan gəlib mütəvatirin yəqini olmasına, yəni mütəvatirin güvənli olmasına gəlib çatır insan induktiv əqli nəticə ilə. Və bir neçə də irad etdik. Təbii ki, bunu da qeyd edək ki, dostlar, əslində Muhammed Baqir Sədrin gəlib induksiyanı qəbul etməsi məqsədə deduksiyanı inkar etmək deyil. Yəni, belə başa düşülməsin ki, o deduktiv əqli nəticəni qəbul etmirdi. Xeyr, qəbul edirdi. Sadəcə olaraq qeyd edir ki, bəzi şeylər var ki, onlar əslində induktiv əqli nəticə ilə də insanı yəqinə çatdıra bilər. Və bundan əlavə bəzi şeylər də var ki, biz səhv başa düşürük. Biz elə bilirik ki, bu deduktiv əqli nəticə buna gəlib çatmışıq əslində. Amma orada induktiv əqli nəticə var. Bunların vasitəsilə, yəni bu əqli nəticənin vasitəsilə biz yəqinə çatmışıq. Bu barədə düzdür, gələcək dərsdə daha geniş danışacağıq. Və Muhammed Baqir Sədrin başqa bir fikri də var idi ki, o da bundan ibarətdir ki, biz ki dedik ki, deduksiya insanı yəqinə çatdırır. Elə bir əqli nəticədir ki, insanı yəqinə çatdırır. Amma induksiya və analogiya insanı yəqinə çatdırmır. İlla ki, orada bir tam səbəb ola, tam səbəb kəşf oluna və tam səbəb də kəşf olunsa, deməli, ümumi bir şey kəşf olunur, ümumi bir qayda belə deyək, kəşf olunur və bu demək ki, bu özü deduksiyadır. Yəni, gəlib deduksiyaya söykənir. Deduksiyada söykənsə, zaten demişik ki, deduksiya insanı yəqinə çatdırır. Ancaq təbii ki, burada induksiya insanı yəqinə çatdırmır. Məqsədimiz bizim naqis induksiyadan, yəni məqsədimiz budur. Nəinki tam olan induksiya. Tam induksiya zaten insanı yəqinə çatdırır. Məsələn, fərz edək ki, 5 dənə heyvan var, məsələn. Xaricəmdə yalnız 5 dənə heyvan var və biz gəlib deyirik ki, bütün heyvanlar duyğuya, hissə malikdir. Əlbəttə, bunu deyəndə bu yəqin olacaq, bu ümumi əqli nəticə. Niyə? Çünki 5 dənə heyvan var, hamısını təcrübədən keçirmişik, başqası da yoxdur. Tamdır və insanı yəqinə çatdırır. Lakin bir də var ki, məsələn, mən deyirəm ki, dəmir odda əriyir, bütün dəmirlər odda əriyir. Bunu necə gəlib çatdın? Təbii ki, bunu mən bütün dəmirləri hamısını təcrübədən keçirməmişəm. Əksərin təcrübədən keçirmişəm və bununla ümumi bir əqli nəticə gəlib çatmışam. Yəni, xüsusidən ümumiyə seyr etmək, xüsusi olaraq hamısını təcrübədən keçmişəm və ümumi bir qanun kəşf etmişəm. Muhammed Baqir Sədr qeyd edir ki, xeyr, əslində naqis induksiyada insanı yəqinə çatdıra bilir. Muhammed Baqir Sədr daha çox ehtimallar nəzəriyyəsi ilə işləyirdi. Yəni, ehtimallar nəzəriyyəsinə söykənən induktiv əqli nəticə ilə bəzi nəsnələrin insana yəqinə çatdıra biləcəyini qeyd edirdi. Bunu da daha çox ona görə edirdi ki, bildiyimiz kimi qərbdə deduktiv əqli nəticə qəbul olunmur. Bu mənada qəbul olunmur ki, yəni insanlar təcrübə ilə bir elmi kəşflər əldə edirlər, təcrübə ilə əqli nəticə gəlib çatırlar. Bu da təbii ki, təcrübə də varsa induktiv əqli nəticə hesab olunur. Çünki bir təcrübə edirsən, ümumi bir şey, qanun kəşf edirsən. Fizika, kimya, tibb,
bu elmlər, hansı burada nailiyyətlər varsa, hansı məsələn elmi kəşflər varsa bu sahələrdə hamısı induktiv əqli nəticə ilə, təcrübə ilə və o induktiv əqli nəticə ki, ehtimallar nəzəriyyəsinə söykənərək gəlib bu elm məsələn kəşf etmişik. Ehtimallar nəzəriyyəsi nədir? Yəni insan bir təcrübə etdikcə insanda olan şübhə enir, azalır, sıfırlaşır, yəni sıfırlanır və insanda ehtimallar çoxaldıqca həmin o şübhələr də sıfırlanır və bununla da bu ehtimallar vasitəsilə ehtimallar nə qədər çox olsa bir qədər insan yəqinə çatır. Çoxaldıqca çoxluğundan biz yəqinə çatırıq. Həmin o dəmir misalından nə qədər dəmirlər biz təcrübə edirik ki, odda əriyir. Demək biz ümumi bir nəticə gələ bilərək ki, bəli, bütün dəmirlər odda əriyəcək. Çünki onlar da dəmirdir. Təcrübə etmədiyimiz şeylər də, dəmirlər də zatən dəmirdir. O dəmir olduğuna görə bütün əksər dəmirləri biz təcrübə etdikdə bunun vasitəsilə biz başa düşürük ki, bu ehtimallara əsasən bu yəqinə gəlib çatırıq ki və şübhəmiz burada sıfırlanır. Buna yəqinə çatırıq. Deməli bütün dəmirlər odda əriməyə, yəni əriyə bilər. Bu da Muhammed Baqir Sədrin qəbul etdiyi bir şeydir ki, naqis induksiya bəli insanı yəqinə çatdırır. Əsasən bu dediyimiz kimi qərbin müqabilində yəni deyəndə qərbə uyğun olaraq, qərbin təfəkkürünə uyğun olaraq bunu gətirmişdi ki, bu fikirdə idi ki, onların yolu ilə, onların təfəkkürü ilə gəlsin. Məsələn, İslamda Allahın varlığını, Peyğəmbərin varlığını, ölümdən sonraki həyatı isbat etsin. Yəni, Allahın varlığı induktiv əqli nəticə ilə də isbat oluna bilər. Sən ki, məsələn, deyirsən ki, induktiv əqli nəticənin heç bir, daha doğrusu, deduktiv əqli nəticənin heç bir faydası yoxdur. Bu çox da işlək deyil. İnsanlar həyatını təcrübə ilə yaşayır və bu da induktiv əqli nəticə insan əldə eləyir. Onda bəli, sən dediyin sözə uyğun olaraq onda sən Allahı da qəbul etməlisən, inkar edə bilməzsən, İslamı inkar edə bilməzsən, Peyğəmbərliyi inkar edə bilməzsən. Niyə? Çünki sənin dediyin əqli nəticəyə uyğun olaraq mən də gəlib Allahın varlığını, Peyğəmbərin varlığını, Peyğəmbərliyini, ölümdən sonraki həyatı isbat edirəm. Əgər sən bunu da inkar etsən, o demək ki, sən elmi kəşfləri də inkar etməlisən. Çünki eyni əqli nəticədir bunlar. O da induktiv əqli nəticə ilə gəlib çatılıb, bu da induktiv əqli nəticə ilə gəlib çatıb. Ona görə bunlara bu yolu təklif elədi. Yəni, onların o yolu ilə, onların təcrübə etdiyi yolu ilə gəlib İslamı isbat etdi ki, Muhammed Baqir Sədrin bu barədə də kitabı var. İsbat etdi ki, sizin yolunuza uyğun, sizin qoyduğunuz o yəni xüsusidən ümumiyə ki gedirsiniz, ümumi qayda çıxardırsınız xüsusilərdən təcrübə eləyərək. Deməli, Allah məsələsi, Allahın varlığı, Peyğəmbərin varlığı, bunlara hamısı da induktiv yollarla isbat olunmağa qadirdir, oluna bilər. Məsələn, bir dənə bir misal deyim. Tutaq ki, fərz edək ki, bu induktiv dəlilin ehtimallar nəzəriyyəsinə söykənən induktiv əqli nəticənin bir dənə misalını deyək. Məsələn, fərz edək ki, bir nəfər zindandadır və ona məktub gəlir. İlk bu məktubu ki, ona məktub gəlir, o bildi ki, ona məktub gəlir, o bilmir məktub kimdəndir. Ona sadəcə deyirlər ki, bu məktub sənin qardaşındandır. Amma bu onu yəqinə çatdırmır, o bilsin qardaşından deyil, kimsə qardaş adından yazıb. Yəqinə çatdırmayacaq. Və bu neyəcək? Bu məktubu götürəcək, məktubun zərfinə baxacaq, görəcək ki, bu zərf elə bir zərfdir, yalnız bu zərf qardaşımda ola bilər. Onda olur. Bu bir ehtimal və bir ehtimal artmasının şübhə belə deyib aşağı inir. Şübhə azalmaya başlayır burada. Və məktubu açanda məktubdan bir qoxu gəlir. İliyir ki, məsələn, bir ətri hissi gəlir və o elə bir ətirdir ki, o ətri həmişə qardaşım o ətridən vurardı. Və bu ikinci bir ehtimal artdı və insan, təbii ki, mən riyazi hesablamalarla demirəm, tam bizə çatsın deyə bunu loru izah eləməyə çalışıram. İkinci ehtimal artdıqca artıq bunda şübhə yenə biraz azalmağa başladı. Və sonra baxır ki, o məktubda xəttə, yazıda olan xəttə baxır ki, bu xətt ancaq mənim qardaşıma məxsusdur. Qardaşım belə yazır. Ehtimal bir də çoxaldı, biraz da artdı və o şübhə
enməyə, azalmağa başladı. Sonra məsələn tutaq ki, baxır ki, o məktubda elə bir hadisə nəql olunub ki, o hadisə ancaq bunun qardaşı ilə öz arasında baş verib və heç kim bu hadisədən maraqlı, yəni xəbərdar deyil və heç kimə də maraqlı deyil. Xəbəri yoxdur bu hadisədən. Ancaq ikisi bilir, ikisinin arasında sir olaraq bu qalıb. Ehtimal bir də çoxalmağa başladı və təbii ki, burada şübhə azalmağa başladı. Ta getdikcə ehtimallar çoxalır və o ehtimallar çoxaldıqca şübhə azalır. Şübhə artıq azalanda sıfırlanmağa başlayır. İnsan artıq burada yəqinə çatır ki, bəli, bu məktub doğrudan da mənim qardaşımdandır. Çünki bu boyda ehtimalların müqabilində şübhə heç nədir. Şübhə sıfırlanır. Ki, Muhammed Baqir Sədr də bunu qəbul edir ki, xeyr, biz gəlib deyəmərik, naqis olan induksiya insanı yəqinə çatdırmır. Çatdıra bilir. Ehtimal nə qədər çoxalsa, bir o qədər insanın şübhəsi enəcək və insan yəqinə çatacaq. Bunu Allaha isbat etməkdə də mümkündür, Peyğəmbər isbat etmək. Hətta fiqhi elmdə, məsələn, usul elmində də gəlib bunu tətbiq edirdi. Usul elmində görəsən filan şey, məsələn, belə filan qayda ilə fiqhi filan qayda ilə şəri hökm əldə etmək olar yoxsa filan şey peyğəmbərdən, filan sünnət, məsələn, filan əməl peyğəmbərin sünnətindəndir, yoxsa yox. Onu ehtimallarla, bəzi ehtimallara, induktiv dəlili, əqli nəticəni ehtimallara söykəndirərək gətirib isbat edirdi. Bu da yaxşı bir yoldur. Nəyə görə yaxşı bir yoldur? Çünki indiki hal-hazırda insanlar daha çox təcrübə ilə əqli nəticə gəlib çatırlar, təcrübə eləyib, induktiv dəlillərlə, əqli nəticələrlə insanlar bəzi şeylər kəşf edirlər və qəbul edirlər. İnduktiv dəlil deyəndə, yəni təcrübə eləyib induktiv əqli nəticə ilə gəlib çatırlar. Yəni xüsusidən ümumi bir nəticə əldə edirlər. Bununla belə bir dənə məsələdə qeyd etmək lazımdır. Heç də Muhammed Baqir Sədr gəlib deduktiv əqli nəticəni inkar etmir, deduksiyanı inkar etmir. Yəni demir ki, ümumi bir qaydana, xüsusi şeylərə çatmaq olmaz. Yox, inkar etmir, qəbul edir. Aristotelin dediyində qəbul edir. Sadəcə Aristotellə bəzi yerdə fikir fərqi var ki, burada yox, deduksiya ilə gəlib çatmamışıq, induksiya ilə gəlib çatmışıq. Amma xeyr, bu demək deyil ki, bütün hər şeydə deduksiyanı inkar edir. Məsələn, fəlsəfi dəlillərlə ki, məsələn, deduksiya söykənir, deduktiv əqli nəticə ilə məsələn, Allahı isbat etmək mümkündür. Bunlar da var. Bəli, ümumi bir qanun var ki, onların vasitəsilə bəli, biz gəlib isbat edə bilirik. Bu da var. Sadəcə indi hal-hazırda reallığımıza uyğun, dövrümüzə uyğun daha çox induktiv əqli nəticələr işləkdir və bəzi məsələlər var ki, Aristotellə fikir ayrılığı var ki, məsələn, mütəvatir məsələsində ki, deyəcək gələcək dərsdə, mütəvatirin insan yəqinə çatdırması deduktiv deyil, induktiv əqli nəticə ilə olur. Qəbul etmədiyi tərəf də var Aristotelin dediyində, amma tam da gəlib o heç də deduksiyanı inkar etmir. Bu mənada deyil, inkar, yəni o demək deyil, inkar edir. Və keçən dəfə biz gəlib deyəndə ki, bu deduksiyanı ki, bəzi alimlər deyirlər ki, burada deduksiyada əslində gizlənmiş induktiv əqli nəticə var. Bu mənada başa düşülməsin ki, Muhammed Baqir Sədr konkret inkar edir. Xeyr, inkar etmir. Bəzi məsələlər bəli var, induktiv əqli nəticə ilə gəlib çatırıq. Baxmayaraq ki, sən onu deduksiya deyirsən. Amma elə şey var ki, bəli, deduktiv əqli nəticə ilə gəlib çatmaq olur. Bir iradə deyib, o irada cavab vermək istəyir, keçən dəfəki irada ki, bəzi alimlər qeyd edirlər ki, təbii ki, bu Muhammed Baqir Sədrin öz sözü deyil. Muhammed Baqir Sədr bunu irad etmir. Mən keçən dəfə olmasın, səhv anlaşılsın. Məqsədim gələcək dərsdə qeyd etdiyim mütəvatirə aid olan iradlar idi. Ki, Muhammed Baqir Sədr əslində bu irada özü ilə cavab verir. Bəzi burada irad var ki, o da bundan ibarətdir ki, biz ki, deduktiv əqli nəticə ilə gəlib, məsələn, deyirik ki, Həsən cisimdir, müqəddimələr qurub Həsənin cisim olmasına gəlib əqli nəticə olaraq çatırıq buna. Məsələn, deyirik, Həsən canlıdır. Bütün canlı cisimdir. Nəticə də budur ki, deməli, Həsən cisimdir. Bu, deduktiv əqli nəticədir. Niyə? Çünki ümumidən xüsusiyə gəlib çatdır. Həsən xüsusidir, ümumi deyil. Amma bütün canlı cisimdir, bütün canlı ümumidir. Mən bu ümumidən belə anladım. Ümumidən gəlib bir nəticə çıxartdım ki, deməli, Həsən canlı olduğuna görə ümuminin içərisinə, ümumi ilə burada xüsusini birləşdirib, belə deyək, eyni bir ortaq nöqtəni tapıb əqli nəticə çıxartdım. Necə? Həsən cisimdir deyəndə, Həsən canlı olduğuna görə cisimdir və bütün canlı da cisimdir.
Deməli, burada canlılığa görə Həsənin cismi olması gərəkdirir. Yəni, gərək Həsən burada cismi olsun. Ümumidən deməli, xüsusi seyri oldu bu. Lakin irad bundan ibarət edir ki, bəzi alimlər qeyd edirlər, xeyr, əslində burada nəticə ki, gəlib sən deyilsən, Həsən cisimdir. Heç bu nəticə deyil. Nəticə nədir? Biz nə sillogizm qrup əqli nəticə əldə edirik? Ona görə sillogizm qrup əqli nəticə əldə edirik ki, məhsul olan bir şeyi məlumat çevirək ki, lap əvvəl dərsdə qeyd etdik. Biz istəyirik ki, məhsul olan hər hansı bir məfhumu məlumat çevirək təriflə və məhsul olan bir hökmü məlum olan hökm vasitəsilə gərək biz məlumat çevirək. Və burada yeni bir şey ortaya çıxmalıdır. Yəni, bilmədiyim bir şey. Görəsən, belədir, yoxsa yox. Mən bilmədiyim bir şey, bir nəticə ortaya çıxmalıdır. Və bu da yeni olmalıdır. Əgər təkrar olsa və yaxud da bildiyim nəticə olsa, o heç də nəticə sayılmayacaq, onun heç bir faydası olmayacaq. İndi biz burada deyirik ki, Həsən canlıdır. Bütün canlı cisimdir. Həsən cisimdir deyəndə, əslində Həsən cisimdir deyəndə burada heç bir yeni bir şey çıxmadı. Niyə? Çünki burada induksiya var. Əvvəla, bütün canlı cisimləri sən hardan bildin? Sən bu ümumi qayda necə gəlib çatdın ki, bütün canlı cisimdir? Necə deyə bilərsən bütün canlı cisimdir? Bəli, qəbul edirik, biz bilirik, yəqinimiz var ki, bütün canlı cisimdir. Amma buna necə gəlib biz çatdıq? Təbii olaraq buna çatmamızın səbəb induktiv əqli nəticəyə gəlib çatdıq. Yəni necə bir təcrübə etdik. Bu canlıdır, bu canlıdır, bu canlıdır, bu canlıdır. Deməli, bu canlı görürəm cisimdir, bu canlı görürəm cisimdir, bu da görürəm canlıdır, cisimdir və ümumi olaraq gəlib nəticəyə çatdım ki, bütün canlı cisimdir. Həsən də canlıdır, bəli canlıdır. Onda deyəndə Həsən cisimdir. Həsən elə o bütün canlının içərisindədir. Çünki Həsən də axı təcrübə olunub. Sən burada deyəndə Həsən canlıdır, bütün canlı cisimdir. Həsən cisimdir, burada təkrarçı olur. Sən artıq dedin bütün canlı cisimdir. Bütün canlı cisimdir deyəndə Həsən özü də oradadır da. Həsən özü artıq onun içərisində. Yəni yeni bir şey çıxmadı ki. Həsən cisimdir. Zaten bilirəm də Həsən cisimdir. Çünki dedik də ikinci müqəddimə dedik ki, bütün canlı cisimdir. Həsən də canlıdır. Yəni bunu dedik, təkrar oldu. Yeni bir məsələ çıxmadı. Amma deduktiv nə idi? Deduktiv əqli nəticə budur ki, yeni bir şey, bilmədiyimiz şey ortaya çıxmalıdır. Bu bizim bildiyimiz şeydir. Həsən cisimdir, mənim bildiyim bir şeydir. Yeni bir şey çıxmadı ki. Ona görə də burada deduksiyanın heç bir faydası yoxdur insan üçün. Cavab budur ki, cavab verməliyik buna. Xeyr. Deduksiyanı inkar etmək olmaz. Məhəmməd Baqir Sədr də buna gəlib belə cavab verir ki, xeyr, deduksiyanı inkar etmək Məhəmməd Baqir Sədrin, yəni əgər belə fərz edək ki, məsələn, belə deyir. Mən inkar da etmirəm deduksiyanı. Yəni, tamamilə deduksiyanı inkar edilmir. Xeyr, belə deyil. Məhəmməd Baqir Sədr də gəlib buna cavab verir. Burada iki cür deduksiya var. Axı biz qeyd etdik, tam və natamam. Dedik ki, natamam deduksiya və analogiya insanı yəqinət satmır. İlla ki, burada belə deyək, tam səbəb kəşf olunsa, tam səbəbdə kəşf olunsa artıq deduksiya söykəndiyinə görə bu yəqin olur. Amma dedik ki, induksiya bir də var, üzr istəyirəm, daha doğrusu natamam induksiya və analogiya. Natamam induksiya və analogiya insanı yəqinət çatdırmır. İlla ki, orada tam səbəb kəşf olunsun. Tam səbəb də kəşf olunanda artıq deduksiya söykənir. Amma bir də var tam olan deduksiya. Tam olan deduksiya artıq insanı yəqinət çatdırır. Biz ki, deyəndə ki, deduksiya insanı yəqinət çatdırmır, keçən növ dərs deyəndə məqsədimiz təbii ki, aydın oldu ki, tam induksiya deyildi. Burada natamam induksiyadan söhbət edir ki, natamam induksiya insanı yəqinət çatdırmır. Çünki məsələn, fərz edək ki, 5 dənə xarici aləmdə, obyektiv aləmdə heyvan var. 5 dənə artıq heyvan yoxdur və %100 bilir ki, artıq bir heyvan yoxdur. Mən bir-bir olaraq təcrübə edirəm, deyirəm ki, məsələn, bütün heyvan hissə, duyğuya malikdir. Bu tam induksiyadır. Niyə? Çünki 5 dənədir, 5-in hamısını təcrübə edim. Bu yəqinət çatdıracaq insanı, bəli, yəqinət çatdırır. Bütün heyvan duyğuya malikdir, bu insanı yəqinət çatdırır. Amma məsələn, milyonlarla heyvan olsun,
hamısı mən təcrübə etmirəm ki, əksərin təcrübə edib gəlib bu nəticədə çatıram. Ona görə də bu natamamda insanı yəqinət çatdırmır. Natamam induksiya insanı yəqinət çatdırmır. Dedik təbii ki, Muhammed Baqir Sədr deyir, xeyr, insanı ki, gələcək dərsdə də qeyd edəcək ehtimallarla da dedik. Qısa olaraq dedik, gələcək dərsdə biraz da danışacaq. Amma Muhammed Baqir Sədr deyir ki, xeyr, insanı natamam olan induksiyada yəqinət çatdırır, ehtimalları söykənən induktiv əqli nəticə vasitəsilə. İndi, burada bütün canlı cisimdir deyəndə, hansı induksiya ilə biz gəlib bütün canlının cisim olmasını əldə eləmişik? Tam yoxsa natamam? Əgər desək ki, tam olan induksiya var burada, bəli, irad yerindədir. Onda Həsən cisimdir, eyni şey olur. Elə Həsən cisimdir, yəni bütün canlı cisimdir, elə onun içərisində yeni bir şey ortaya çıxmır. Çünki bütün canlıları biz təcrübədən keçmişik, içərisində təbii ki, Həsən də var. Deməli, bütün canlı cisimdir, elə Həsən də onun içərisindədir. Yenidə mən deyim ki, Həsən cisimdir, bu yeni bir şey deyil. Bizim üçün məhsul olmayan bir şey deyildi ki, bu zaten məlum idi ki, Həsən cisimdir, çünki o canlıdır. Lakin biz desək ki, xeyr, burada natamam olan induksiya var. Bütün canlı cisimdir. Biz bütün canlıların cisim olmasını təcrübədən keçirməmişik. Biz əksərin təcrübədən keçirmək vasitəsilə və o əksərinə uyğun buna gəlib çatmışıq ki, deməli, Həsən də, məsələn, tutaq ki, Həsəni təcrübədən keçirməmişik. Həsən də cisim hesab olunacaq. Niyə? Çünki Həsən canlıdır. Düzdür, onu, məsələn, şəxsi olaraq gəlib təcrübədən keçirməmişik. Lakin bu əksərinə olaraq, əksərinə nisbətən, canlının əksərinə nisbətən gəlib deyirik ki, Həsən də cisimdir və onda burada yeni bir şey ortaya çıxır. Niyə? Çünki Həsən onların içərisində deyildi ki, mən onu təcrübə edeyim. Təcrübə etməmişdim. Mən başqalarını, əksərini təcrübə etməklə, onların ortaq bir nöqtəsini, canlılığı götürməklə və yalnız onları təcrübə etməklə gəlib dedim ki, Həsən cisimdir. Və burada yeni bir şey ortaya çıxdı. Təbii, yeni bir şey. Məsələn, dəmir misalında mən bütün dəmirləri gəlib təcrübədən keçirməmişəm ki, odda əriyir yoxsa yox. Bunu mən hamısını təcrübədən keçirməmişəm. Mən əksərin təcrübədən keçirmişəm və görmədiyim, təcrübə etmədiyim dəmirin odda əriməsini nəticə olaraq bütün dəmirlər odda əriyir nəticəsinə gəlmişəm. Axı, sən filan dəmiri təcrübədən keçirməmsən, necə deyə bilərsən? Mən deyirəm ki, bunların bütün əksər dəmirləri təcrübədən keçirmişəm və onların ortaq bir şeyi var. O da nədir? Dəmir olması. Dəmir olmasıdırsa, deməli, ortaq nöqtəsinə görə o əksərində biz təcrübədən keçirdik deyə məlum məsələdir ki, gəlib deyə bilərik ki, bütün o dəmiri də buna aid edib deyə bilərik ki, bütün dəmir odda məsələn qaynayır və burada artıq yeni bir nəticə ortaya çıxır. Təcrübə etmədiyimiz şey, onun barəsində yeni bir məlumat əldə edirik. Ona görə burada bütün canlı cisimdir deyəndə natamam olan induksiya olsa, tam olmasa, natamam olan induksiya olsa, biz gəlib Həsən cisimdir deyə bilərik və yeni bir nəticə ortaya çıxır. Burada təkrar deyil. Çünki biz Həsəni bütün canlı cisimdir, onun içində deyildi Həsən. Başqalarını biz təcrübə etmişdik və onların vasitəsilə natamam olsa da gəlib ümumi bir nəticə çatırıq ki, daha doğrusu xüsusi bir, üzr istəyirəm, yəni belə deyək də, xüsusini, məsələn, xüsusiləri təcrübə etməklə gəlib buna ümumi bir nəticə çatırıq. Ümumi bir nəticə çatırıq ki, bütün canlı cisimdir. Hamısını yəni aid etmək olar. Ona görə dostlar, əgər natamam induksiya ilə olsa bütün canlı cisimdir, Həsən cisimdir, artıq təkrar olmayacaq, bizim bilmədiyimiz məsələ olacaq, məhsul olan məlum olacaq. Yəni, məhsul idi, məlumat çevriləcək əslində. Amma tam götürsək, Həsən cisimdir, o bütün canlı cisimdir, onun içərisindədir və bu bizim üçün məlum olan bir şey təzədən gəlib təkrarlamaq olacaq. Bu da dostlar, bura qədər idi ki, irad idi, buna cavab verməli idik. Təbii ki, başqa bir irad da var, o da yaxşı şirin bir iraddır və cavabı da var, amma onu irad edib cavab vermək üçün mütləq olaraq bir dənə bir dərs var, onu keçməliyik ondan sonra, çünki cavab o dərsə bağlıdır. Onu da gələcəkdə. Növbəti bir məsələ, bir dərsə çatdıq. O dərsdə bundan ibarətdir ki, fiqur. Birinci fiqurdan danışacaq. Ki, burada artıq gəlib surətlərdən
məntiqi müqəddimələri, yəni sillogizm necə qurulub nəticə əldə olunmalıdır. Biz müqəddimələrin quruluşundan danışacağıq ki, o quruluşlara uyğunda nəticələr əldə edə bilək. Əgər quruluşlara riayət etməsək, surətlərə riayət etməsək, nəticə fayda verməyəcək. Yəni biz gərək onları düzəltməliyik. Birinci müqəddimə necə olmalı, ikinci müqəddimə necə olmalı ki, nəticə əldə eləsin. Bunların formalarını düzəldəcəyik. Əsasən 4 dənə fiqurdan 4 formada olur. 4 formadan danışacağıq. Amma ilk olaraq bunların terminindən danışaq. Bunların adlanması. Misalla təhlil edək. Deyirik ki, su mayedir. Bu dəstə deyim ki, bir neçə termini izahı olacaq bu bir. Sonra sadə sillogizm və mürəkkəb sillogizmdən danışacaq. Orta termini sillogizmin 4 fiquru ilə danışacaq. Nəticənin şərtlərindən danışacaq. Birinci fiqurun şərtləri, birinci fiqurun modusları, bunların hamısından bir-bir bəhs eləyəcək. Birinci gəlirik, dediyimiz kimi, bir neçə termini izah eləməyə. Məsələn, deyirik ki, su mayedir. Birinci müqəddimə. Sonra ikinci müqəddiməni gətirik. Deyirik, hər maye cisimdir. İkinci müqəddimə ki, bu deduktiv əqli nəticə olacaq. Bu iki hökmlərini bir-birinə birləşdiririk bu iki hökmləri. Birləşdirəndə bir nəticə əldə edirik. O nəticə nə olacaq? Nəticə də bu olacaq ki, deməli su cisimdir. Əgər su mayedirsə və hər maye cisimdirsə, nəticə də bu ki, deməli su cisimdir. Belə bir nəticə əldə edəcəyik. Deməli, bu orta terminli sillogizmdir həmçinin də. Orta terminli sillogizmdə keçmişdik. Yəni, nəticələr müqəddimələrdə pərakəndə şəkildə olur. Su və cisim. Su birinci müqəddimədədir, su mayedir. Cisim ikinci müqəddimədədir. Hər bir maye cisimdir. Yəni, eyni nəticələr eyni müqəddimədə olmur. Fərqli müqəddimələrdə olur. Pərakəndə şəkildə olur. Deməli, orta terminli sillogizmdə həmişə eyni bir ünsurda, yəni termində müştərək olan iki müqəddimə olur. Müştərək olan iki müqəddimə. Məsələn, biz nə dedik? Dedik ki, bizim bu dediyimiz misalda maye misalı. Maye sözü hər iki müqəddimədə vardır. Su mayedir və hər maye cisimdir. Ki, hər ikisində də maye sözü təkrarlanır. Deməli, bu təkrar olunan sözə müqəddimələrdə hər ikisində də eyni təkrar olunan söz olsa ki, bu adətən vasitəçi rolunu oynayır. Yəni, nəticəni çıxartmaq üçün vasitəçi rol oynayır. Orta terminli sillogizmin hər iki müqəddiməsində təkrar olan və vasitəsi rolunu oynayan bu ünsurun termin olaraq adı elə orta termindir. Deyərlər orta termin. Həddu vəsət. Orta termin nəyə görə deyilir? Çünki su mayedir. Hər bir maye cisimdir. Hər maye cisimdir. Burada da maye gəldi. Burada da maye gəldi. Yəni, ortaq nöqtələri var. Ortaqdır. Burada da işlənir. Birinci müqəddimədə gəlir, ikinci də müqəddimədə gəlir. Yəni, ortaq termin budur ki, orta termin budur ki, bir mənada təbii ki, belə də adlandırmaq olar ki, ortaqlar, bu da gəlir, bu da gəlir. Həmçində dedik ki, vasitəsi rolunda oynayır bu. Bir növ, belə deyək, müqəddimələri birləşdirir. Müqəddimələri bir-birinə birləşdirir və birləşdirərək nəticə əldə edir. Ortaq bir yerə gətirib çıxardır. Çünki su mayedir və hər maye cisimdir. Bax, deməli su cisimdir deyəndə necə əldə etdin? O mayenin vasitəsini hər iki termində maye işləndi deyənə ikisi birləşdi və ikisinin birləşməyi ilə nəticə əldə olundu. Və sillogizmin nəticəsi iki hissədən təşkil olunur təbii ki. Onun birinci hissəsinə kiçik termin deyərlər, ikinci hissəsinə böyük termin. Yəni, su mayedir. Hər maye cisimdir. Su birinci müqəddimədə, cisim ikinci müqəddimədə. İndi ortaq deyirlər. Bir müqəddimədə başqa söz işlənilir, ikinci müqəddimədə başqa söz işlənilir. Birinci müqəddimədə işlənilən başqa sözə, məsələn, suya deyərlər kiçik termin. Amma ikinci müqəddimədə işlənilən başqa sözə ki, birinci müqəddimədə təkrar olmayıb deyərlər, misal üçün cisimdə, cisim idi o, deyərlər ona böyük termin. Deməli, ortaq olsa, həm burada gəlsə, maye kimi olur orta termin.
Amma yox, birində başqa gəlsin, bu birisində də başqa gəlsin. Məsələn, birində su gəlir, digərində cisim gəlir. Bu olsa, onu birinci müqəddimədə olana deyərlər, o sözə deyərlər kiçik termin, ikinci müqəddimədə olan deyərlər böyük termin. Sonra, üçüncü bir tərəf də budur ki, bütövlükdə götürəndə ki, su mayedir, artıq söz təhlil eləmirik, su mayedir və hər maye cisimdir. Su mayedir bütövlükdə olur, yəni bunu bütövlükdə götürəndə, çünki 2 dənə müqəddimə var burada. Bir, su mayedir və hər maye cisimdir. 2 dənə müqəddimədən nəticə çıxılır. Bu, ümumilikdə birinci müqəddimə ki, gəlir, yəni kiçik terminin yerləşdiyi müqəddiməyə, ki, su məsələn orada yerləşdirilir, ona deyərlər kiçik müqəddimə. Birinci müqəddiməyə deyərlər kiçik müqəddimə. Amma ikinciyə ki, gəlir hər maye cisimdir deyilir, o olacaq böyük müqəddimə. Söz olaraq su olur kiçik termin, cisim olur böyük termin, amma bütövlükdə götürəndə birinci müqəddimə olacaq kiçik müqəddimə, ikinci müqəddimə olacaq böyük müqəddimə. Bu da bunların adlanması. Bunu yadda saxlayaq ki, artıq biz işləyəndə, misallar üzərində işləyəndə kiçik termin, böyük termin belə deyəcəyik. Ola bilsə misal gətirməyək, zehnimizdə bunları bilməliyik ki, yəni kiçik müqəddimə, böyük müqəddimə, orta termin, böyük termin deyəndə nəyə qəsd edirik? Növbəti bir bəhsimizdə dostlar, sadə sillogizm və mürəkkəb sillogizm haqqında olacaq. Sillogizm də sadə ola bilir və mürəkkəb ola bilir. Amma sillogizm, yəni 2 dənə müqəddimədən təşkil olub nəticə çıxarmaq necə olur? Məlum məsələdir. Orta termini sillogizm hər iki müqəddiməsi sadə hökm olarsa, onda təbii ki, ona deyərlər sadə sillogizm. Hər iki müqəddiməsi. Məsələn, burada dedik, su mayedir. Hər maye cisimdir. Nəticə budur ki, su cisimdir. Bu sadə sillogizmdir. Niyə? Çünki su mayedir, sadə hökmdür. Birinci müqəddimədə sadə hökm gəlir. İkinci müqəddimədə hər maye cisimdir. Bu da sadə hökmdür. Yəni, sadə hökm nə idi? 2 sözdən təşkil olunur. Su, maye, maye, cisim. Bunlar sadə hökmlərdir. Və 2 dənə sadə hökm olsa, 2 termində, 2 müqəddimədə də sadə hökm olduqda buna deyərlər sadə sillogizm. Ancaq hər 2 müqəddimə mürəkkəb olan hökmlərdən təşkil olunsa və yaxud da biri mürəkkəb olub, digəri sadə olsa, onda deyərlər ki, mürəkkəb sillogizm. Ya iki müqəddimədə həm kiçik müqəddimə, həm böyük müqəddimə mürəkkəb hökmdən təşkil olmalıdır. Yaxud da biri, məsələn, sadə ola bilsin ki, hökmdən təşkil olsun, məsələn, kiçik müqəddimə sadə hökmdən təşkil olsun, amma böyük müqəddimə mürəkkəb hökmdən təşkil olsun, o da olacaq təbii ki, mürəkkəb sillogizm. Əsas budur ki, ikisindən biri mürəkkəb olsun. İkisi də ola bilər, amma ikisindən biri də olsa mürəkkəb hökm olacaq. Mürəkkəb sillogizm. Məsələn, misal deyək, əgər x ədədi 4-dürsə, cütdür. Məlum məsələdir ki, birinci müqəddimə, kiçik müqəddiməni gətirdik. Əgər x ədədi 4-dürsə, cütdür. Bu mürəkkəb bir hökmdür. Əgərlə gəlib. Keçmişik bunu. Hər cüt ədədi 2-yə bölünür. Məlum məsələdir ki, hər cüt ədəd 2-yə bölünür. Bu sadədir. Artıq böyük müqəddimədə hökm sadə gəldi. Məlum olacaq ki, təbii ki, bu mürəkkəb sillogizm. Niyə? Çünki müqəddimələrdən biri mürəkkəb hökm oldu. Nəticədə bu oldu ki, əgər x ədədi 4-dürsə, 2-yə bölünür. İndi isə başqa bir misal deyək ki, hər 2 müqəddimə mürəkkəb hökmdən təşkil olunan mürəkkəb sillogizm olsun. Məsələn, insan əsəbləşərsə, ağlı işləməz, kiçik müqəddimə və təbii ki, mürəkkəb hökm. Sonra böyük müqəddimədə deyirik, insanın ağlı işləməsə bir çox səhvlərə düçar ola bilər və məlum məsələdir ki, bu da böyük müqəddimədir və böyük müqəddimədə mürəkkəb hökm gəlir. Nəticə budur ki, ikisi də həm kiçik müqəddimə, həm böyük müqəddimə mürəkkəb hökmlərdən təşkil olunsa, olacaq bu mürəkkəb sillogizm. Nəticədə budur ki, insan əsəbləşərsə bir çox səhvlərə düçar ola bilər. Bu sillogizmdə də hər iki müqəddimə mürəkkəbdir. Ona görə mürəkkəb
sillogizm adlanacaq. Və bir məsələni də qeyd edək. Bunu da deyək, sözümüzü yekunlaşdıraq. Burada biz bu misalda, ikinci misalda ki, dedik ki, insanın ağlı işləməz cümləsi orta termin olaraq təkrar olunur. Bu orta termindir. Nə əsasən? Çünki insan əsəbləşərsə ağlı işləməz. Kiçik müqəddimədə insanın ağlı işləməsə bir çox səhvlərə düçar ola bilər. Ağlı işləməsə. Bu da böyük müqəddimə. Təkrar olunur. Dedi ki, təkrar olunanda təbii ki, olacaq. Ona biz orta termin deyirdik. Elə həmçində bu birisi misalda da qeyd etmək olar ki, burada da əgər x ədəd 4-dürsə, cütdür, hər cüt ədəd 2-yə bölünür. Bunu da məsələn təhlil etmək olar ki, bu da təbii ki, burada da orta termin var. Dərsimiz dostlar, bura qədər. Növbəti bəhsdə inşallah orta termini, sillogizmin 4 fiquru barəsində danışacağıq. Ümid edirəm, dərsimiz aydın oldu. Sağ olun, salamat qalın dostlar. Elhamdülillah, Rabbil aləmin.